Salam dostlar, bu dəfə biz baxırıq müəllimlər üçün nəzərdə tutulmuş sertifikasiya sınaq suallarına. Ancaq mən sualların tipinə baxıram, blok suallarına da çox yaxın uyğundur. Əksəriyyəti hətta topludandır. Ona görə də 1-ci və 4-cü qrup tələbələri də izləyə bilərlər. Baxaq 1-ci suala. Sərbəst düşən cisim düşmə zamanının 1-ci yarısında 45 metr yol gedirsə, zamanın 2-ci yarısında nə qədər yol gedər? Bunu n-ci saniyə düsturu ilə də tapa bilərsiniz, o başqa. Bir də biz bilirdik ki, cisim 1-ci saniyədə s qədər, 2-ci saniyədə 3s qədər, 3-cü saniyədə 5s qədər və ya bunu tək rəqəmlərin sayı qədər arta-arta gedirdi. İndi əgər 1-ci saniyədə 45 metr yol gedibsə, bu o deməkdir ki, s 45-ə bərabərdir. Onda yaxşı, 3s nəyə bərabər olar? 3 vurulsun 45-dən 135-ə. Gəldik ikinci suala. Koordinat tənliyi verilib. Neçə saniyə sonra cisim dayanar. Dayanar nə deməkdir? Yəni sonda dayanır, sürət sıfıra bərabər olur. Yadımızda saxlayaq ki, əgər dayanar kəlməsi varsa və ya tormuz kəlməsi varsa eyni şeydə onsuz da, onda son sürət sıfıra bərabər olduğu üçün v bərabərdir v0 üstəgəl at-dən. İndi orada da yavaşlayan hərəkəti çıxaqdır. Yəni bir sözlə dayanır kəlməsi varsa v0 bərabər olmuş olacaq at-yə. Buradan da t-ni soruşursa bizdən v0-ı bölürük a-ya təcirə. v0 harada yerləşirdi? T-nin qarşısında, yəni 6 bölünsün. A-nı necə tapırdıq? Kvadratik t-nin əmsalını 2-yə vururduq. O da 1-dir, 1-i də 2-yə vuranda eləyir elə 2. Bu da oldu 6 bölü 2-dən 3 saniyə. Davam edək. Üçüncü suala baxaq. Cismin koordinatının zamandan asılı qrafikinə əsasən 6-cı saniyədə getdiyi yolu hesablayın. Baxıram ki, bu necə hərəkətdir? Bərabər sürətli hərəkətdir. Və bizdən 6 saniyədə demir ha. 6-cı saniyədə deyir. Baxın, bu c-c-c şəkilsi varsa və hərəkət də düz xətli bərabər sürətli hərəkətdirsə, onda hansı saniyə deyir desin? Gedilən yol n-ci saniyədə bərabərdir elə sürətin özünə. Hər zaman, bəli, hər zaman üçün keçərlidir. Onda nə edirik? Sürəti tapırıq. 9 bölünsün 3-dən v bərabərdirsə 3-ə. Deməli, 6-cı saniyədə gedilən yol da 3-ə bərabərdir. Burada 10-cu olar, 1-ci olar, 7-ci olar, 70-ci olar, heç bir fərqi yoxdur. Bərabər sürətli hərəkətdirsə, bəli, c-c şəkilci varsa sürətin özünüzə götürürsünüz. Bu da 3-ü götürərsiniz. Baxaq, növbəti 4-cü suala. Hansı proses verilmiş kütləli ideal qazın izotermik sıxılmasına uyğundur? İzotermik. Baxın indi, baxıram burada P-V qrafikidir. İzotermik varsa, yəni nə V-ni kəsəcək, nə P-ni. Onda 6 ilə, bax bu 4 getdi. Baxın, PV qrafik olanda izotermik hansı idi? İzoterm əyrisi deyirdik, yadınızdadırsa izahlarda. Bu ya 1-dən 5-ədir, ya da 1-dən 2-ədir. Yəni nə təzyiqi kəsməli deyil, nə də həcmi. Bu sadəcə izotermik temperaturu kəsə bilər. Və sıxılma dediyinə görə, sıxılma varsa həcm neyniyər? Azalar. Onda 1-dən 2-yə olanı götürə bilərik. 5-ci sualda qazlarda elektrik cərəyanını hansı yük daşıyıcılar yaradırlar? Elektronlar və müsbət mənfi ionlar. Bir dəqiqə baxaq. Elektronlar, müsbət və mənfi ionlar. 6-ya baxaq. Şəkilə əsasən dövrədə cərəyan şiddətinin neçə amper olduğunu tapaq. Cərəyan şiddəti bərabər idi. EHG bölünmüş, böyük yer üstə gəlsin, kiçik yer. Ancaq bir məsələ var. Baxırıq 2 dənə EHG varsa, onda nə edirik? Baxın, bu EHG-lərin müsbətləri hər ikisində eyni tərəfdədirmi? Baxın, hər ikisində sağ tərəf müsbətdir, sol tərəf mənfidir. Bu o deməkdir ki, EHG-lər toplanır. Əgər məsələn deyə bilərsiniz ki, fərqli olsa necə eləyərdik? Məsələn, müsbət burada mənfi olsa nə edərdik? Onda çıxardıq. İndi topladıq. EHG-nin yerinə yazıram 16, aşağıda böyük R-in yerinə yazıram 3, kiçik R-in də yerinə bunların cəmini yazırıq ardıcıl olduğuna görə. O da eləyəcək 1. Bu da var 16 bölünsün 4-dən elə 4-ün özü. Gəldik 7-ci suala. Hansı növ elektromaqnit dalğası ən böyük dalğa uzunluğuna malikdir? Yadımızda saxlayaq ki, baxın, rənglər yuxarıdan aşağı. Deməli, yuxarıya doğru getdikcə sürətlə dalğa uzunluğu çox olurdu, aşağıda isə tezliklə sındırma əmsalı. Onda dalğa uzunluğunu böyük soruşursa, biz yuxarı getməliyik. Ən yuxarıda başlayır.
Hansı? Radio dalğalar, infraqırmızı və qırmızı. Elə burada da radio dalğa var. 8-ci halda. Nöqtəvi yükün A nöqtəsində yaratdığı sahənin intensivliyinin, qiymət və istiqamətini müəyyən edin. Yadımızda saxlayaq ki, əgər bir kəmiyyət vektorial kəmiyyətdirsə, birinci edəcəyimiz iş onun istiqamətini müəyyən etməkdir. Baxın, bu mənfi yükdür. Mənfi yükdə intensivliyi nə edirdi? Özünə doğru çəkirdi. Bu A nöqtəsində mənfi özünə doğru çəkəcək, yəni yekunda sol tərəfə doğru olmuş olacaq. Onda sağ olan bütün variantları silin. Yəni bu biraz uşaq kimi görsənsə də ancaq çox can qutarandır. Bəzən ehtiyatsızlığın qarşısını alır. Ona görə variant eləməni heç vaxt yaddan çıxarmayın imtahanlarda. Sonra gəlir intensivliyin ədədi qiymətinə. K, Q bölünsün R-in kvadratı ilə. K-nın yerinə nə yazıram? 9 vurulsun 10 üzərindən 9. Q-nün yerinə nə yazırıq? 8 vurulsun N klon olduğuna görə 10 üzərindən mənfi 9. Aşağıda da var R kvadratı. 0.6-nın da kvadratı eləyəcək 0,36. Buradan gəlin eləyək. Bax, bu 9'lar mənfi 9, müsbət 9 ixtisar getsin. Sonra buradan vergülü sürüşdürəndə burada 2 dənə 0 ataq, işimiz asan olsun. 9 ilə 36-nı böldük, elədi 4. Bu da elədi 200. 200 də var harda? Sola doğru 200. Burada. Gəldik bura. 9-cu sualda ampermetrin cihaz xətası nə qədərdir? Burada cihaz xətası nə idi? Bir dənə bölgünü bölürdük 2-yə. Və ən çox olunan səhvləri deyim sizə. Bu aradakı bölgü var ha, bunu həmişə 1 götürməyin. İndi hal-hazırda 10-dur, 0-dan 10-a qədər gəlir. Və aradakı da sayın mütləq bu xətləri, qırıq xətləri. 10 deyil, deməli hərəsinə 1 düşür. Onu 10-a böləndə 1 qalır. Elə biri də 2-yə böləndə 0,5-dir. Ancaq bu bəzən belə olmur. Məsələn, 1-dən 10-a qədər deyil, aradakı xətt 5 dənə olur. Onda başa düşəsiniz ki, burada hərəsi 2-yə bərabərdir. Bax, o şeylərə də diqqət edin. Yəni, göz ardı edəndə sual səhv ola bilər. Gəldik növbəti suala. Şəkildə toxunan 3 eyni cisim və onlar arasındakı istilik keçirmə istiqamətləri. Yadınızda saxlayın ki, istəyir temperatur olsun, istəyir təzyiq olsun, həmişə çoxdan aza doğru gəlir. Çoxdan aza doğru. Elə bilin ki, birinin imkanı çoxdur, birinin azdır. Kim kimə verər? Əlbəttə ki, imkanı yaxşı olan, imkanı zəif olanı ötürəcək də. Ona görə çoxdan aza götürün. Baxın, 2 hər ikisinə verib ötürüb deyən, deməli içərisində ən varlısı 2-dir. Sonra gəlirəm digərlərinə. Baxıram ki, 1-dən 3-ə gedibsə, deməli sonra gəlir 1. Yəni 3 hətta 1-dən də kiçikdir, balacadır. 2, 1, 3. Bu da var ikinci variantda. 11-ci suala baxaq. Havanın temperaturu 25 dərəcədir. Bu temperatur Fahrenheit şkalasında neçə dərəcəyə uyğun gəlir? Fahrenheit şkalasında bərabərdir. 1,8 Selsi üstə gəlsin 32. Bu üstüdən istifadə edəcəyik. Burada da 1,8 vurulsun Selsinin yerində 25. Üstə gəlsin 32. Əvvəlcə nə edək? 1,8-i vuraq 25-ə. Burada eləyəcək 45. 45 ilə də 32-ni topladıq. Bu da elədi 77. Növbəti variant. Gəldik digər suala. 12-ci suala. C nöqtəsindən baxanda A müstəvi güzgüsündə hansı nöqtə və ya nöqtələr görünər? Baxın, bu A müstəvi güzgüsüdürsə, C nöqtəsindən bir dənə bunun yuxarı hissəsinə bir xətt çəkirik. Və necə düşübsə müstəvi güzgüdə həmin dərəcəni də geri qaytarırıq. Sonra bir də bunun son hissəsinə göndəririk və həmin onu da necə düşüb elə də qaytarırıq. İkisinin arasında qalan, bax bizim görsənən odur 3. Yalnız 3-ü götürə bilərik. Bu da var növbəti A, B, C variantında. 13-ə baxaq. Dəyişən cəryanı düzləndirmək üçün istifadə olunan, yadınızda saxlayın, bunu beyninizə beləcə kodlaşdırın ki, əgər düzləndirmə kəlməsi varsa, düzləndirmə, deməli söhbət dioddan gedir. D, ikisini də kodlaşdıra bilərsiniz. Fərqi yoxdur, yarım keçirici diod, yaxud da vakuum diodu. Hər halda düzləndirmə üçün istifadə olunur diodlar. Bu belə. Gəlirik 14-ə. Hansı cihazın iş prinsipi termoelektron emissiyasına əsaslanır? Vakuum diodu. 15-ci suala baxaraq. Qrafika əsasən maddənin yalnız kristallaşması zamanı ayrılan istilik miqdarı. Baxın, kristallaşma deyə bilər, buxarlanma deyə bilər, donma deyə bilər, ərimə deyə bilər. Bir halda, yəni hansı halda ki, aqreqat hal dəyişir, bax onda biz bu sabit hissəyə baxırıq. Görürsünüzmü? Bax bu sabit hissəyəcə baxırıq. İndi istilik miqdarı nədir? Bax burada. Sondan başlanğıcı çıxıram. 287-dən 230-u çıxırıq. Burada da qalır. Deməli 87-dən 30, 57 bu variant.
Bu əyri hissələr var ha. Bunu yalnız qızma və soyuma deyərsə baxırıq. Əks halda bütün hallarda o sabit hissəyə baxırıq. 16-da cismin impulsunun zamandan asılı qrafikinə əsasən cismə təsir edən əvəzləyici qüvvənin modulunu tapın. Baxırıq impuls dəyişməsi var. Yadınızdadırmı? Delta P bərabər idi FT-yə. Və burada nəyi soruşur? Əvəzləyici qüvvənin F-i. Onda delta P-ni bölürük T-yə. Delta P nədir? 80-dən 20-ni çıxıram 60. T nədir? 3. 60-ı da 3-ə böldük. Yerdə qaldı 20. 17-ci sualda. 17-ci sualda nə soruşur bizdən? İkinci cərəyana təsir edən amper. Əvvəla, cərəyanlar eyni istiqamətdədirlərsə, deməli bir-birlərini cəzb edəcəklər. Bunu qeyd edin ilk öncə. Sonra hansını soruşur bizdən? İkinciyə təsir edəni. Bu ikincini ayırıram. İkinciyə hansı tərəfədir? Sol tərəfə. Qutarda getdi. Deməli birdən söhbət gedir. Bu sizi karıxdırmasın. 18-ə baxaq. Qazın iyonlaşma enerjisinin elektronun sürətindən asılı, iyonlaşma enerjisi sürətdən asılı deyil. Ona görə B-ni götürəcəyik. 19-a baxaq. Cismin koordinatının zamandan asılı qrafiki verilmişdir. 5 saniyədə. Baxın, eyni bu tip sualı biz bayaq baxdıq. Orada 6-cı saniyə deyirdi, C-C-C şəkilçisi var idi. Ancaq burada 5 saniyədə deyir, o şəkilçi yoxdur. Onda biz nə edirik? Bu da baxıram ki, bərabər sürətli hərəkətdir. V vurulsun T-yə, bitdi, getdi. İndi əvvəlcə gəlin V-ni tapaq. Delta X-dan böləndə T-yə, 6-nı da 3-ə böləndə 2 qalır. V-nin yerində qaldı 2. T-ni də 5 saniyə verib. 2 vurulsun 5-dən, bu da eləyəcək 10. 20-ci sualda eyni materialdan olan iki kərpic müxtəlif formalarda qoyulub kərpiclərin səthə göstərdiyi təzyiqləri. Təzyiq bərabərdir. Əgər söhbət bərk cisimdən gedirsə, F bölünsün S-ə. Buradan da F-in yerində mg-dir. Mg onsuz da hamısı eyni materialdan, eyni kərpiclərdir. Təzyiqlə də sahə tərs asılı olduğuna görə hansının səthi daha qısadır, yerlə birləşən səthi azdır? 2-nin. Deməli 2-nin təzyiqi ən böyükdür. Sonra gəlir 1, sonra gəlir 3. Gəldik növbəti suala. Neçənci sualı bilmirəm, düşməyibdir. Aha. Verilmiş temperaturda havanın nisbi rütubəti 60%, mütləq rütubəti 30 olarsa, bu tip sualları bizdən nəyi soruşur? Doymuş buxarı soruşursa, ən rahat qaydanı deyim. Düstur bilirsiniz, söz yox. Düsturla qoyub yerinə tapa bilərsiniz, öz işinizdir. Bir də rahat qayda istəyirsinizsə, əgər mütləq rütubəti, baxın, 30 qramdırsa, 30 qrama 60% düşürsə, yadınızda saxlayın ki, doymuş buxarda həmişə nisbi rütubət 100% olur. Onda 100%-ə neçə qram düşür? Və salam. Buradan da tənasüb qururuq, tapırıq. 30-u vururam 100-ə, bölürəm 60-a. Bu da eləyəcək 50. 50 də harada var? B variantında. 22-ci sualda baxırıq. 22-ci sualda amper qüvvəsinin istiqamətini soruşursa, amper qüvvəsinə baxırdıq sol əl qaydası ilə. Götürdük sol əli. X olduğu üçün əlin içinə baxırıq. X əlin içi idi, nöqtədə üstü idi. Əlimizin içinə baxırıq və 4 barmaq cəryan istiqamətində olarsa, baxın. Onda görürük ki, əlin içinə baxın sol əlinə. 4 barmaq da sağa doğrudursa, baş barmaq yuxarı doğru olmuş olacaq. Deməli, söhbət 2-dən gedir. 23-də yayın uzlarına təsir edən qüvvəni 2 dəfə artıranda sərtlik necə dəyişər? Dəyişməz. Çünki sərtlik qüvvədən asılı deyildi. Yalnız materialın növündən asılı idi. Bir də o həndəsə ölçülərdən. 24-də baxırıq. İşıq şüasının ikinci güzgüdən qayıtma bucağı neçə dərəcədir? Gəlin buradan neyniyək? Buradan gəldi, gəldiyi kimi də geri qayıtdı. Buradan da düşdüyü kimi bu tərəfə qayıtdı. Bizdən nəyi soruşur? Düşmə bucağını, qayıtma bucağını. Ya düşmədir, ya qayıtma olsaydı. Buradan bir normal çəkirsiniz. Bax, bu ikisi alfa, alfa. Bax, bunlar bizə lazımdır. İndi gəlin bir-bir yerinə qoyaq. Bax, bura 45-dirsə, demək burada 45-dir. İndi üçbucağın daxili bucaqları 180 olmalıdır deyə 180-dən çıxıram 60 və 45-i. 105-i, qalır 75-i. 75. Bura 75-dirsə, bax buradan da 90 dərəcə olmalıdır axı bu normalla. Düzdürmü? Deməli 90-dan da çıxırsınız 75-i. Ki, həmin o arada qalanı tapa biləsiniz. O da eləyir 15 dərəcə. 25-də kapilyar borunun radiusunu 2 dəfə artıranda boruda qalxan mayenin kütləsi necə dəyişir? Bax, yadınızda saxlayın. Əgər kütlə soruşursa, əgər çəki soruşursa, radiusla düz asılı götürürsünüz. Bircə dənə hündürlüyü soruşanda radiusla tərs asılı götürürsünüz. Vəssalam. Hal-hazırda kütlə soruşduğuna görə bu 2 dəfə artanda bu da 2 dəfə artacaq. 26-ya baxaq. 26-ya düzmü gəldik? Aha. Dəyişən cəryanın rəqs periodunu 3 dəfə artıranda
Dəyişən cərəyanın rəqs periodunu 3 dəfə artıranda nəylər dəyişər? Baxaq. Aktiv müqavimət. Aktiv müqavimət bunların heç birinin asılı deyil. Asılı idi Rho, El, S-dən və salam. Ona görə aktiv müqavimət dəyişməyəcək. Birin olduğu variantları bəri başdan eləyin, işiniz rahat olsun. Sonra tutum müqaviməti x bərabər idi nəyə? 1 bölünsün omega S. Omeganı da dəyişib yerinə 2pi bölünsün period yazanda görürəm ki, tutum müqaviməti periodla düz asılıdır. Əgər period 3 dəfə artıbsa, deməli tutum müqaviməti də 3 dəfə artar. 3-ü də götürürəm, 4 getdi. 4-ün də olduğu variantları siləndə heç davamına ehtiyac qalmır. Sonra 27. Çevrə üzrə bucaq sürətini bizə 1 veribdir. Düzdürmü? İndi omega bərabərdir 2pi bölünmüş t düsturundan. Periodu tapmaq üçün nə edirik? 2pi-ni omegaya bölə bilərik. Periodu tapmaq üçün. 2 vurulsun pi-nin yerinə 6 yazsaq, omeganın da yerinə 1 verdiyinə görə period elə 6-ya bərabərdir. Biz 6-nı 4 yerə böləndə hər bölgüyə 1/5 düşür. Görürsünüzmü? 1/5 düşmüş olacaq. Onda A-dan B-yə qədər 1 bölgü gəlir də. Yəni elə 1/5-in özünü. Davam edək. 28. Ayda çəkisi 80 Newton olan cismin kütləsi nə qədərdir? Onda nə edək? Kütləni tapmaq üçün F bərabər idi. M bərabər idi. F bölünsün və ya çəki bölünsün J-yə. Buradan F-in yerinə 80 yazsaq. 80-i də bölürük 1/6-ya. O da bizə verəcək çəkini. Bir dəqiqə bunu hesablayaq. 50. 29-a baxaq. Cismin sürətin proyeksiyası verilibdir. Əvvəla hərəkət sıfırdan aşağıdırsa, deməli x oxun əksindədir. Onda x oxun üzərində olan variantlar silinir. Sonra baxıram x sürət artandırsa, onda bərabər sürətli hərəkəti də silirəm və uzanır t oxundan uzaqlaşırsa, deməli burada da t oxundan uzaqlaşmalıdır. Yəni yeniləşən hərəkətdir. Burada isə t oxuna yaxınlaşır. Deməli cavab D variantını götürə bilərik. 30-da riyazi rəqas sərbəst rəqs edir. Rəqasın tarazlıq vəziyyətindən kənara doğru. Bax, riyazi rəqas var. Bu tarazlıq vəziyyətidir, bu isə kənarlara doğrudur. Yadınızda saxlayaq. Tən ortada sürət və sürətin dəstəsi, yəni impuls, kinetik enerji maksimal olur. Kənarda isə təcil və təcilin dəstəsi A, F, potensial enerjidir, yer dəyişmədir, maksimal olur. Bizə deyir ki, tarazlıqdan kənara doğru gəlsin. Baxın, tarazdan kənara gedir. Tarazdan kənara gedirsə, sürət azalacaq, axı sürət burada maksimaldır. Onda olacaq yavaşlayan hərəkət. Yeniləşənləri silirəm. Yavaşlayan hərəkətdir. Davam edək. Və təcil neynir? Artır, təcilə doğru yaxınlaşır da. Təcil artdığı üçün artan təcillə yavaşlayan. Ümumiyyətlə, rəqsi hərəkətdə yavaşlayan varsa təcil artmalıdır, yeniləşən varsa azalmalıdır. Onsuz da bu qayda var da. Məsələn, rəqsi hərəkətdə, mexaniki rəqslərdə nəyi görə bilməzsiniz? Artan təcillə yeniləşən görə bilməzsiniz. Və ya azalanla yavaşlayan da görə bilməzsiniz. Məsələn, azalan yavaşlayan mümkün deyil. 31-ə baxaq. Verilmiş kütləli ideal qazın təzyiqinin temperaturdan asılı qrafikinə əsasən uyğun həcmləri soruşur bizdən. Baxın, baxıram ki, hər iki halda bu xəttlər tən ortadan keçdiyinə görə izoxor prosesdir və 1 və 2 eyni bir xəttin üstündə olduğu üçün məlum olur ki, 1 və 2-nin həcmi bir-birinə bərabərdir. Sonra həcm temperaturla düz asılı idi, təzyiqlə tərs asılı idi. Düzdürmü? Onda temperatura yaxın olan xəttin həcmi daha böyük olacaq. Yəni 3 böyükdür 1 və 2-dən. 32-yə baxaq. 32-də nə edirik? Bax, bu ikisini bir toplayırıq. Buranı da bir toplayacaq. Bax, görürsünüz, bax, bu oxa qədəri, bu oxlar ikisi bir toplanır. Elə ki, buradan ayrıldı, ayrılanları da bir toplayacaq. Bax, bunları topladıq. Buradan bir x yazaq bir dəqiqə. X yazdıq. Bax, burada var yuxarıda 4, burada da var 10. Topladım, oldu 14. Aşağıda 2 və 5, 7. Sonra keçirəm bu tərəfə. Bunlardan çıxıram. Burada yuxarıdan 1 və salam. Daha aşağıda heç nə yoxdur. 14-dən 1-i çıxanda yerdə qalır 13. Aşağıda da var 7. Bunlar, yəni növbəti bu aşağıdakının 13-ün 7-yə olmalıdır ki, sistem, yəni sağ tərəfə, sol tərəf bir-birlərinə bərabər olsunlar. O da oldu C variantı. Və 33-cü sualda. Voltun yerinə nə yaza bilərik? Məsələn, bura gərginlikdə yaza bilərik.
EHG-də yaza bilərik. Ancaq Teslanı görən kimi düşünürəm ki, EHG-yə daha çox ehtiyac olacaq. Vururam saniyəyə, T-yə. Bölürəm Teslanın yerində biinduksiya və məsafə. Məsafəyə el yazaq ki, arıqmayaq. Aha. Baxın, indi burada nə baş verəcək? Yadınızdadır mı? EHG bərabər idi nəyə? Pi bölünmüş T-yə. Buradan T-ni vurma kimi atanda pi qalacaq yerdə. Buranı silirəm, yerinə bir dənə pi yazıram. Aşağıda biinduksiya. Sonra P-nin yerinə gəlin belə eləyək də. P-nin yerinə də nə yazaq? Pi bərabərliyi BS yazırdıq, yadınızdadırmı? Elə burada yazaq BS. S də metrin kvadratı deməkdir. Yəni sahə. B-lər ixtisar gedir. Yuxarıda metrin kvadratı, aşağıda da metrin özü varsa, onda ixtisar gedəndə elə metrin özü qalacaq. Məsafə yəni. Gəldik 34-ə. Hansı keçiddə hidrogen atomu ən böyük dalğa uzunluğu görünən işıq şüalandırır? Görünən işıq şüalandırırsa, deməli yuxarıdan mütləq gəlib 2-də dayanmalıdır. 2-də dayanmalıdırsa bunların burada nə işi var? Bu belə. Sonra bu üçünü götürə bilirik. Ən böyük dalğa uzunluğu deyirsə, yadınızda saxlayın, dalğa uzunluğu o xətlərinin tərs asılıdır. Ən böyük deyirsə, mümkün qədər qısa götürürəm. Məsələn, 5-dən 2-yə qədər qısa olar, yoxsa 3-dən 2-yə? Təbii ki, 3-dən 2-yə, birbaşa. Sonra gediş, yəni o pilləkənləri mümkün qədər qısa tuturam, belə deyim sizə. 35-ə baxaq. 35-i bəs necə işləyirik? Baxın, burada hər bir bucaq ki çıxır oradan bir normal çəkin. Baxın, hamısına aiddir. Fərqli çəkim bunu daha. Aha. Buradan bir dənə normal çəkirəm. Görürsünüzmü? Buradakı bax bu normalla arada qalan dərəcələri müqayisə edirəm. Baxıram ki 3 ilə 2-nin dərəcəsi eyni olduğuna görə eyni bir düz xəttdir. Deyirəm 3 və bərabərdir 2-yə. Və biz bilirdik ki, sındırma əmsalı həmin o dərəcə ilə tərs asılıdır. Hansının dərəcəsi daha böyükdürsə, onun sındırma əmsalı kiçik olacaq. Ona görə bir kiçikdir 3 və 2-dən. Bu da var harda? 3 və 2-dən kiçikdir D variantında. 36-ya baxaq. Hooke-qanunun ödəndiyi maksimal gərginlik necə adlanır? Mütənasiblik həddi də bunu əzbərdir. Yəni bizim edəcəyimiz bir şey yoxdur. 37. Konservativ olmayan qüvvə. Adətən blok imtahanlarında da, lap elə sertifikasiyada da bu üç qüvvədən söhbət gedir. Yadınızda saxlayın ki, bax birinci ağırlıq qüvvəsi ilə F ağırlıqla elastiklik, F elastiklik konservativ qüvvədir. Bircə dənə sürtünmə qüvvəsi qeyri-konservativ qüvvədir. Bunu bilmirəm, necə kodlaşdırın, yadda qəşəng saxlayın. Bu 3 dənə əzbərləsəz kifayət edəcək. Bizdən soruşur konservativ olmayan. Olmayan deyirsə, deməli söhbət sürtünmədən gedir. Yalnız 2-nin olduğu. Onsuz da biz bilirdik ki, sürtünmə qüvvəsidir, müqavimət qüvvələridir, tərsinə hərəkət eləyirlər də, həmişə tərs işlər görürlər. Ona görə biləcəyik ki, o konservativ deyil. 39-a baxaq. Cəryanlı naqilin kəsiyi göstərilib, M nöqtəsinə maqnit sahə induk. Aha, nə edirik? Onun ətrafına bir qəşə çevrə çəkirik. Və Və biz bilirdik ki, ortada nöqtə olanda saat əqrəbinin əksi istiqamətində olurdu. X bu nöqtədə idi. X olanda isə saat əqrəbi olurdu. Nöqtə olduğu üçün söhbət saat əqrəbinin əksi getmiş olacaq. Vəssalam. Bildiyimiz çevrə üzrə hərəkəti sürəti necə tapırdıq? Toxunan istiqamət. Toxunan çəkirik eynən ox tərəfə götürürük. Bu da harda var? 2-də. Qutardı getdi. Yəni istiqaməti müəyyən edəndən sonra bildiyiniz sürəti necə tapırdınızsa elə də bunu tapırsınız. 40-a baxaq. Üfüqi səthi üzrə yalnız sürtünmə qüvvəsinin təsiri altında düz xəttlə hərəkət edən cismin sürətinin zamandan asılı qrafiki verilib. Sürtünmə əmsalını hesablayın. Baxın, bu necə hərəkətdir? Burada axırda gedir, dayanır. Yəni baxıram ki, söhbət tormozdan gedir. Tormoz yolundan gedir. Baxın, fiqurun sahəsi bizə tormoz yolu. Yəni, bu cisim yalnız sürtünmə qüvvəsinin təsiri altında hərəkətdir. Əgər bir hərəkətdə sürət gəlib yekunda 0 olursa, deməli, yalnız sürtünmədən söhbət gedir. Onda nə edirik? Yalnız sürtünmə qüvvəsi varsa, yadınızdadırmı demişdik, müj bərabər idi təcillə. Əgər yalnız sürtünmə var idisə, onda sürtünmə əmsalı nəyə bərabər idi? Təcil bölünsün J-yə. Təcilin yerində, baxaq. Delta V bölünsün T var. Yəni 18 bölünsün 9, 2. 2-ni də bölürəm J-yə 10-a. Bu da eləyir 0,2. 40-ı yazdıq. Sonra nə? 41. Sarğazdakı cəryan şiddəti 3 dəfə artıranda onun maqnit enerjisi. Deməli, maqnit enerjisi L I kvadratı bölünsün 2-dən. Bilirik ki, cəryan şiddəti ilə kvadratik düz asılıdır. Onda əgər
maqnit cərəyan şiddəti 3 dəfə artırsa, deməli enerji 9 dəfə artır, olur 9W bərabərdir. Dəfə olduğu üçün vurdum, görürsünüzmü? Burada isə deyir, bu qədər artır. Onda bu səfər də enerji üstə gəlsin 160 yazıram. Tənlik üsulu ilə. Biraz uzun da gedə bilərsiniz. Məsələn, W1 bölünsün 2, nə bilim. Ancaq mən bu rahatdır deyə bu yolla gedirəm. Sizə də bunu məsləhət görürəm. Bunu da çıxanda olacaq 8W bərabərdir 160-a, W də bərabərdir 20-yə. 43-cü sualda induktivlik verilib, verilib. Hansı müddət ərzində rezistordan ayrılan istilik miqdarı maqnit enerjisinə bərabərdir? Yadınızda saxlayın. İstilik miqdarı enerjiyə bərabərdir kəlməsi varsa, L kvadratı bölünsün 2-ni bərabər eləyin. I kvadratı R T-yə hər zaman üçün ən rahat. İndi buradan nə baş verəcək? I kvadratları ixtisar getdimi? Bizdə müddəti soruşur T-ni. T-ni tapmaq üçün L bölünsün 2-ni bir dəfə də R-ə, bu R-i də bölmə kimi atsam, belə bir şey. Gəlin indi burada yerinə qoyaq yazaq. İnduktivliyin yerinə 0,6 yazıram. Aşağıda 2 vurulsun. R-in də yerinə 0,2 yazırıq. Buradan ixtisar elədik 3 bölünsün 2, o da bizə verəcək 1,5. Sonra gəldik 43-cü suala. Çəkisiz ipin gərilmə qüvvəsi bizə verilib. Maqnit sahəsində yerləşən, deməli nə baş verir? Əvvəla gəlin buradan amper qüvvəsini tapaq. Sol əl qaydasına görə nöqtə olduğu üçün əlimizi sol əli götürdük. Nöqtə oldusa əlimizin üstünə baxırıq. 4 barmaq da cəryan istiqamətini göstərdiyinə görə görürük ki, baş barmaq deməli yuxarıya doğru olmuş olacaq. Deməli amper qüvvəmiz yuxarıya doğru. Onda bunun yuxarıya doğru bir F amper qüvvəsi var. Aşağıya doğru da bir dənə mg ağırlıq qüvvəsi var. Onda təcərimə necə tapırdıq? Təcərimə bərabər idi. Mg çıxılsın F amper qüvvəsi. Buradan təcərimənin yerinə mənə nə veribdir? 0,3. Mg-nin yerinə 60 qrama çevirəndə onu da vuracağıq şeyə 0,6 çıxılsın F amper. Deməli bunu da bu tərəfə çıxaq kimi atacağıq. O da 0,3. 44-cü suala. Şəkildəki dəyişən cəryan dövrəsinin ümumi müqaviməti neçə ohmdur? Ümumi müqavimət bərabər idi nəyə? Kökün altında aktiv müqavimətin kvadratı üstə gəlsin. İnduktiv müqavimət çıxılsın. Deməli, tutum müqavimətinin kvadratı. Gəlin bir yerinə qoyaq. Deməli, buradan kökü çəkdik. Aktiv müqavimətin kvadratının yerinə yazıram. 64, 0, 0. Üstə gəlsin. Buradan bunu 90-dan 30-u çıxdım. Qaldı 60. 60-ı da təzədən kvadrata yüksəldəcəm. Bu da elədi 36, 0, 0-dan. Bunu da topladıq 100. 100-dən də əslində 100 çıxır cavab. Yəni nəysə səhv elədim. Onunla olan variantı götürərsiniz. Elə. 45-ə baxaq. Biznes elektrik sahəsində bax bu qüvvə xətləri ox tərəf həmişə mənfi olur, digər tərəf müsbət. İndi əlimizdə var bir müsbət. Müsbət bu tərəfə gedirsə, əvvəla artan, azalan kəlməsini silin. Əgər bir cins kəlməsi varsa, təcil artıb azala bilməz. Bu belə. Sonra bərabər sürətlini də silin, çünki yüklü zərrəcikdir. İndi müsbət mənfiyə yaxınlaşanda nə baş verəcək? Yeyinləşən hərəkət edəcək. Niyə? Çünki müsbət mənfini sevir. Ona görə yeyinləşərək edəcək onun yanına. Sonra gəldik bura. Yəni əslində orada sürətlə təcil istiqamət söhbəti var da, ora girmədim çox da o konulara, onu mövzu izahında işləmişik də. Proyeksiyanın zamanı asılı qrafik şəkildə sürtünmə qüvvəsini hesablayın. Bir dəqiqə bunu mən sualın qalan hissəsi. Sualın yarısı burdadır 46-nın. Buna baxaq, sonra keçək ora. Kütlə verilib, dartı qüvvəsi verilib, cismin sürətinin proyeksiyasına asılı qrafik verilib, sürtünməni soruşur. Baxıram ki, bu sürətə görə. Görürəm başlanğıc sürətdə, sürət necə idi? V bərabər idi. V0 üstə gəlsin, AT deyildi. Görəm ikisi də müsbətdir, yəni bu yeyinləşən hərəkətdir. Yeyinləşən hərəkətdirsə, deməli dartı qüvvəsi böyükdür sürtünmə qüvvəsindən. Onda gəlin Newtonun ikinci qanunu yazaq. F dartının yerində yazıram 12 çıxılsın. F sürtünmənin yerində nə yazarıq? F sürtünməni ilə özün yazaq, hələ ki F sürtünmə bərabərdir MA-ya. M-in yerində var 15, A-nın da yerində var, T-nin qarşısında var, sürətin qarşısında, sürət tənliyində. A-nın da yerində var 0,4. Bu da 6. 12-dən də çıxacam 6-sın, qalacaq 6. 6 da deyil, burada A variantında görsəniz çox.
47 47. Rəqs konturunda sarğacın induktivliyi 9 dəfə artanda rəqslərin periodu necə dəyişir? Period bərabər idi 2pi kökün altında LC. İnduktivlik 9 dəfə artanda period 3 dəfə artar. 48. Elektromaqnit rəqslərin tezliyi 2 dəfə artanda şüalanma selinin sıxlığı necə dəyişər? Yadınızdadırmı təzə keçmişik? Şüalanma selinin sıxlığı demişdim ki, tezliklə omega ilə 4-cü dərəcədən düz asılıdır. Ancaq radiusla kvadratik tərs asılıdır. Yadındadırmı bu söhbət? Yadınızdadırmı daha doğrusu? Ona görə də əgər tezlik 2 dəfə artıbsa, sıxlıq 2 üzərindən 4, 16 dəfə artacaq. 49-cu sual. İzobar qızdırılma zamanı bir atomlu ideal qaza bu qədər istilik miqdarı verilirsə, nə qədər iş görülər? İzobar kəlməsi varsa, deməli, ümumi istilik miqdarının 0,4-ü sərf olunur görülən işə, 0,6-sı sərf olunur daxili enerjinin dəyişməsinə. Əgər bu yadınızdan çıxırsa, neyin? Elə düşünün ki, bir tənbəl adam kimi çox hissəsi daxili enerjiyə sərf olunur, az hissəsi ilə də iş görülür. Həmişə adətən şagirdlər qarışdırırlar. 0,4 hansındaydı, 16 hansındaydı. Ona görə. İndi burada da 300 ümumi kütləyi görülən iş axtarırıqsa 0,4-ü vururuq 300-ə. Bu da eləyəcək 120 sonuncu. Və gəldik yekunda ən axırıncı sualımıza. Kütləsi 15 kiloqram olan cisim kanatla şaquli yuxarı yönəlmiş filan təcillə qaldırılırsa, cismin çəkisini tapın. Yuxarıya doğru filan təcillə qaldırılanda çəkini necə tapırdıq? M, J üstə gəlsin A ilə. M-in yerində var 15, J ilə A-nı da toplayanda bizə verəcək 12. 15-i də 12-yə vuracağıq, bu da 180 eləyəcək.